Deməli, bir daha salam dostlar. İndi ismin mənsubiyyətə görə dəyişməsi izah edəcəm və bir-iki video sonra ismin ümumi izahı gələcək. Deməli, başlayaq. Birinci isim mənsubiyyətə görə dəyişməsini izah edək. Ümumiyyətlə, isim mənsubiyyətə görə 3 şəxsə dəyişir. Birinci, ikinci, üçüncü şəxsə və təkdə və cəmdə olaraq dəyişir. İndi testlərdə görəcəyik. Başlayaq birinci testdən. Deyir, deməli, cümlələrdən birində mənsubiyyət şəxsi isimdir, işlənmişdir. Deməli, mənsubiyyət şəxsi isim harda işlənir? Deyir, A-da gənclər yarışa hazırlaşırlar. Yarışa burada A-da yönlük hal çəkicisidir. Mənsubiyyət şəxsi heç yoxdur, ortalıqda A səhvdir. C variantı buzovlar talada, ta yerlik hal çəkicisidir. C-də adlı haldadır. Buzovlar, buzov sözü. Ona görə C-ni də çıx. D kütlə meydana tərəf axışırdı. Yenə burada A var. A da deməli burada yönlük hal çəkicisidir. Bunu da çıx. Y variantı narları, selcan narları. Bu təsirli hal çəkicisidir. Yenə burada da yönlük hal çəkicisi. Yəni burada da heç bir mənsubiyyət şəxsi yoxdur. Sadəcə B variantında o vaxtdan xasiyyəti dəyişməmişdi. O vaxtdan dəyişməmişdi. Nə? Onun xasiyyəti dəyişməmişdi. Yəni bu dəyişməmişliyə baxsaq, əslində bunu çox vaxt belə eləmək olar. Feilə baxın, axırdakı xəbərə. Deyir, dəyişməmişdi. Dəyişməmişdiyə sual verəndə orada nə sualı meydana çıxır? Əgər nəyə sual olsaydı, o mənsubiyyət şəxsi yox, təsirli və yaxud da həmin orada olan sözdə şəkilçi olmasa belə qeyri-müəyyən təsirli halda olardı. Amma bu dəyişməmişdi. Təsirsiz feil olduğuna görə biz ona sualda deyirik, dəyişməmişdi. Nə? Bir şey. Yəni buradakı xasiyyəti sözü mənsubiyyət şəxsidir. Yəni o vaxtdan onun xasiyyətini bildirir. Biz ora onun artıra bilirik. Ona görə cavab B variantı olacaq. İkinci sualı deyir, sözlərin birində birinci şəxs təkinin mənsubiyyət şəxsi işlənmişdi. Birinci şəxsin mənsubiyyət şəxsi hansıdır? Məsələn, mənim kitabım, orada şəkilçisidir. Baxırıq. Burada yardım sözünün kökündədir. Ona görə B-ni çıx. Tələbəyəmdəki şəxs şəkilçisidir bu. Mənsubiyyət deyil. Y-ni çıx. Müəllim sözündə yoxdur. Yurdumuz sözündə birinci şəxsdir, amma cəminin mənsubiyyət şəkilçisidir. Ona görə D variantını çıx və A variantını götür. Mənim torpağım. Üçüncü sual. Üçüncü sualda deyir, sözlərdən birində mənsubiyyət şəxsi qəbul etmişdi. Üçdə isə cavab C variantında mənim sözüm, hansı ki bu da birinci şəxsin təkinin mənsubiyyət şəkilçisidir. B-də deyir, həkiməm, bu şəxs şəkilçisidir, B-ni çıx. Y-də deyir, qorxuludur, bu da şəxs şəkilçisidir, üçüncü şəxs təki. A-da deyir, mənim, buradakı imyəli yal şəkilçisidir, anı çıx. D-də də yazır, yazıram, mən yazıram, bu da şəxs şəkilçisidir, D-ni də çıx, cavab C variantı. Deməli, hansı sözdə ikinci şəxsin cəminə aid mənsubiyyət şəkilçisi işlənmişdir? İkinci şəxsin cəmində sınız, siniz olur. Amma bu ismə artırılmalıdır. Baxın, B-də feili artırılıb. B-ni çıx. Ondan sonra müəllimsiniz. Müəllimsiniz də xəbərli şəkilçisi olur. Ona görə C-ni də çıx. A variantında şagirdi, axırdakı i onun şagirdi olduğunu, yəni üçüncü şəxs olduğunu deyir. A-nı da çıx. D variantında qardaşımız bizim qardaşımız olur. Ona görə D-ni də çıx. Kitabınızdakı sizin kitabınız olduğuna görə cavab Y variantı olacaq. Mənsubiyyətə görə dəyişmə baxımından biri fərqlənir deyir. Burada isə cavab B variantı olacaq. Çünki məsələn, burada məsələn, desək ki, şüşəyə onun şüşəsi, onun meyvəsi, onun naləsi, onun macərası, hamısında burada S şəkilçisi olur. Burada S yazırıq. Amma bu tale sözündə taleyidir. Ona görə burada taleyi, yəni i şəkilçisi olduğuna görə, S sesi olmadığına görə, y ilə bitişdiyinə görə B variantı digərlərindən fərqlənir. Hansı ki, bu da mənşədir, mənafedir, taledir, bunun kimi sözlərdə olur. Altıncı sual. Hansı birləşmənin tərkibində mənsubiyyət şəkilçisi isim var deyir. Altıncı sualda deməli, mənsubiyyət şəkilçili isim var deyir. Burada cavab B variantı olacaq. Evi tikmək təsirli haldır. C-də sürməyi, şal buradakı i sifət düzəldir, C-ni çıx. Tarixi bilmək, burada təsirli haldır, D-ni çıx. 7 əxlaqi dəyərli yenə sifət düzəldir, Y-ni də çıx, cavab B variantı. 7-də deməli, hansı nümunədəki isim mənsubiyyət şəkilçisidir deyir.
Burada biz mənsubiyyət şəklinə baxmalıyıq. Alim səndə bu sən şəxs şəkilsi, ona görə B-ni çıx. Anamda mənim anam olur. Hansı bir isim mənsubiyyət şəkilsi. Elə burada cavab C variantı olacaq. Atasınız, siz atasınız. Bu da şəxs şəkilçisidir. Çünki yəni qabağın yərik hallı bir söz artırma olmur. Yərik hallı sözü artırın. O elə baxın. Yeni də çıx. Şagirddir, o şagirddir. Onun şagirddir olmur axı, o şagird olur. Anı da çıx. Mühəndisəm, mən mühəndisəm. D-ni də çıx. Cavab C variantı. Cümlələrin hansında mənsubiyyət şəkilçisi söz var deyir. Burada cavab C variantıdır. Vətəni qorumaq hamının müqəddəs borcudur deyir. Deməli, cümlədə hansısa mənsubiyyət şəkilçisi söz var deyir. Vətəni qorumaq. Nəyi qorumaq? Hamının müqəddəs borcudur. Burada baxın, i təhsilik aldı. In yəlik aldı. Müqəddəs burada borcudakı u onun mənsubiyyət şəkilçisidir. Yəni bu yəliyin mənsubiyyət şəkilçisidir. Mütləq siz burada yəlik görəndə hansısa bir cümlədə orada bir mənsubiyyət axtarın. Bəzən ola bilər ki, olmasın o mənsubiyyət, amma çox vaxtı mənsubiyyət, yəni 99% olan, ona görə o mənsubiyyəti axtarın. Yəqin ki, orada olacaq həmin gizlənən mənsubiyyət şəkilçisi. İndi gələk deməli 9-cu suala. 3-cü şəxsin cəminin mənsubiyyət şəkilçisi deyir. Hansındadır? 3-cü şəxsin cəmi mənsubiyyət şəkilçisi onların nə isə olacaq. Bu da onların deyilə. Cavab A variantı olacaq. Kitabın cildi deyil. Uşaqları qarşılamaq burada uşaqları təhsiliyə aldı, qarşılamaq feiliyeni çıx. Əlişin işi 3-cü şəxsin təkinindir. Əliş 3-cü şəxsin təki, yəni onunla əvəzləyə bilirik. D-da da deyənədir onun kitabı. Burada da onun olduğunu D-da çıx. Yəni 3-cü şəxsin cəmi mənsubiyyət şəkilçisi larıdır. Ya onların kitablarını, onların dəftərləri falan belə götürülür. Verilənlərdən hansı birinci şəxs təkinin mənsubiyyət şəkilçisidir? Bu da ki A variantı şəkilçisidir. B-dəki ikinci şəxs, C-dəki üçüncü şəxs təki, D-dakı şəxs şəkilçisi heç burada deyil. I-dakı biz müəllimik falan olanda olur. O da şəxs şəkilçisidir, mənsubiyyət şəkilçisi deyil. 11. Birinci şəxs cəm mənsubiyyət şəkilçisi qəbul etmiş sözü müəyyən eləyin deyir. Birinci şəxsdən mənsubiyyət şəkilçisi də ki, Y variantı olacaq qabağına, çünki bizim artıra bilir. Yəni burada hansı şəxsi deyirsə, bir növ həmin şəxsi sözün əvvəlinə qoymaq lazımdır. Həmin şəxsi yərik halda olan söz şəklində həmin o sözün qabağına qoymalıyıq. Məsələn, kitabların üzü deyəndə bu 3-cü şəxsdə A-nı çıx. Onun kitabları deyəndə 3-cü şəxsdə C-ni çıx. Sənin kitabların ikinci şəxsdə təki çıx. Gəlir işdəki ilkdəki şəxs şəkilçisi B-ndə çıx. Cavab olacaq Y variantı. Hansı vətən mənsubiyyət şəkilçisi deyir? 2 dənə söz işlənib. Bunları tez-tez deyəcəm. İzahlarda lazım olsa yorumlarda soruşun və yaxud da nə oldu soruşa bilərsiniz. Hansı vətən mənsubiyyət şəkilçisi 2 dənə söz deyir? Burada cavab D variantıdır. Azadlığın öz əlindədir. Sənin azadlığın, burada bir dənə özünün əlində. Burada da 2 dənə. Yəni sənin azadlığın özünün əlindədir kimi bu cümlə götürülür. Yəni siz onu bir növ cümləni özünüzə uyğunlaşdırıb elə də tapa bilərsiniz. Deməli 13. Mənsubiyyət şəkilçisi isimlər hansı halda işlərlə əvəzlik və ya isimlə əlaqəyə girir? Burada da ki, yəlik hal olacaq. Çünki əvvəlində yəlik halda söz və ya söz gəlməli. Yəni isim əvəzlik ola bilər. Mənsubiyyət şəkilçisi sözlər hansı bənddədir deyir. Burada da cavab C variantı olacaq. Onun zehni, onun qabağında yəlik halı söz var. Gördünüz, şairin həyatı qabağında yəlik halı söz var. Demək ki, yəlik halı gördüksə digərlərini atırıq. 15. Hansı cümlədə mənsubiyyət şəkilçisidir deyir. Mənsubiyyət şəkilçisi. Evi dağılmış, ocağı söndürülmüşdü. Onun evi dağılmış, ocağı söndürülmüşdü. Onun ocağı söndürülmüşdü, onun evi dağılmışdı. Yəni burada baxın da feilə. Dağılmış, onun evi. O dağılmış, nə? Onun evi söndürülmüşdü. Nə? Ocağı. Baxın, o təsirsiz feil. Yəni söndürülmüşdü deyəndə nəyi demirik, orada nə deyirik. Ona görə bu avtomatik mənsubiyyət şəkilçisi söz olur. Məsələn, mən desəm ki,
təsirli bir feil, məsələn yaz, nəyi yaz, o zaman onu götürə bilər. Amma bunlar elə feillərdən deyil. Ona görə burada A variantı düzgün cavab kimi götürüləcək. Digərlərinə də baxa bilərik. Adam yaxşını qoyub, yaxşı yaxşını təsirli hallı sözdür. Pisi yenə təsirli haldır. Yəni bunlar isim deyil, amma cümlədə də onsuz isim demir. Beni çıx, sizi yenə burada təsirli haldır. Bu sizi çoxdan arzular edəcəyini çıx. Yol şərti işarələrlə göstərilmişdir. Şərtindəki bu i leksik şəklidir, sifət düzəldir. O məktəbi bu il idəki yenə təsirli hallı Y variantında çıx. 16. Hansı sözdə birinci şəxsin təkinə aid mənsubiyyət şəklisi işlənmişdir? Birinci şəxsin təkinə aid mənsubiyyət şəklisi mənim deyil. Ona görə imlə qurtarmalıdır axırı. Şəxsin təkinə aid mənsubiyyət şəklisi im və yaxud da burada indi amla qutarıb. Çünki o baxır bir növ həmin sözdə olan saitlərin hansı saitlə qurtarmağına, açıqla mı, qapalıla mı qurtarmağına baxır və cavab D variantı olacaq. Mənimdəki bu im yəlik aldı. Ona görə C-ni çıx. Balacayam şəxs şəkilçisidir, bu B-ni çıx. Ustadam yenə şəxs şəkilçisidir, gəlirəm yenə şəxs. Yəni feil oldusa atın mənsubiyyətlər geçsin. Cavab D variantıdır. Mənim obam. Hansı sözdə ikinci şəxsin təkinə aid mənsubiyyət şəklisi? Burada da ki sənin qabağına qoya biləcəyik. A-nı çıx. Sənin çantan D-ni götür. Bağbanı çıx. Quş üzümü yeni çıx. C-ni də çıx feildir. Mənsubiyyət şəklisi qəbul edərkən isimlərdən ümumi qaydadan kənara çıxır deyir. Burada da ki mənşə sözüdür ki, mənşədir, mənafidir, mövqedir, bu kimi sözlərdir ki, ümumi qaydadan kənara çıxır bu sözlər. Hansı ki bunlar s əvəzinə y bitişir something qəbul edir. Mənsubiyyət şəklisi qəbul edərkən isimlərdən biri ümumi qaydadan yenə kənara çıxır. Burada da elə yenə A variantı götürüləcək. Deməli 20. Əşyanın hansı şəxsə aidliyini bildirən şəkilçi necə adlanır? Təbii ki də, yəni mənsubiyyət şəkilçisi. Deməli, cümlələrdən birində iş şəkilçisi, mənsubiyyət şəkilçisi və ismi artırılır. Burada yəni ismi vurğulayıb, demək ki, isim burada yaxşı, yəni burada baxmalıyıq ki, görə isimdir, yoxsa isim deyil. O məqama baxmalıyıq. Deməli, 21-də götürək B variantı nəyə görə? Düşüncələri alt üst olmuşdur. Alt üst olmuşdur. Nə? Onun düşüncələri. Onun artıra bildik qabağına. Deməli, i mənsubiyyət şəklisidir və ismi artırılıb. Pisi pis, əyrini əyri, düzü həmvar yazın. Görürsünüz ki, burada heç baxsaq belə, onsuz da təsirli yaz şəklisidir. Amma bunun qabağında olan sözlər zaten sifətdir. Anı çıxırıq. C-də vəzlikdir. Çıxırıq. Əsgərlərdən hansısa asta-asta zümzümə edirdi. Əsgərlərdən hansısa, burada heç yoxdur, çıx. Daxili təmizləyik, buradakı leksik şəkilçisidir, vicdani saflıq leksik şəkilçisidir. Yeni də çıx, cavab 21-də B variantı olacaq. Ondan sonra 22-ci sualı altına xətt çəkilmiş sözlərdən yalnız birində I mənsubiyyət şəklisi və ismi artırılır. 22-də isə deməli cavab B variantı olacaq. Heç kəs bilmədi ki, nəyi, evi nədən yanıb. Onun evi nədən yanıb. I mənsubiyyət şəklisi və ismi artırıb. Deyir, doğru, yalanı kəsəcək. I təsirli aldı, anı çıx. Şərti şumda kəsək. Bu da C-də çıx, şərti təsirli aldı. Sizlərdən biri deməli danışmalıdır. Deyir, biri burada saydı. D-də çıx. Y-də cavabı tez göndərmək lazım. Tez göndərmək lazım. Nəyə cavabı? Deməli, Y-də çıx təsirli haldır. 23. Belə yəni təsirli ilə mənsubiyyəti fərqləndirmək üçün onun qabağına bir növ yəlik halı bir söz artırmaq lazımdır. Hansı deməli nümunə cümlələrdə həm mənsubiyyət, həm də təsirli kal şəkilçisi vardır? Nuriyənin bacısı oxumağı sevir, vətənimi sevirəm, vətəni sevməyən insan olmaz. Deməli, şərtdə nə deyir? Hansı cümlədə həm mənsubiyyət, həm də təsirli kallı hal şəkilçisi var. Nuriyənin bacısı. Deməli, bu mənsubiyyətdir. Deməli, təsirli kal. İn, yəlik haldır. Buradakı I isə təsirli kal şəkilçisidir. Şərtdə görürsünüz, isim demir. Ona görə oxumaq feildir, amma yenə də onu götürürük. Vətənimi sevirəm deyir. Vətən, mənim vətənim. Vətən i, bir də burada bir dəqiqə. Deməli, burada vətəni, bir də vətənimi. Burada 2 dənə şəkilçisi var. O şəkilçiləri görmək lazımdır. Biri mənim vətənimdir, oradakı imdir, mənsubiyyət
mənsubiyyət şəklisi. Bir də vətənimi sevirəm deyəndə orada bir dənə təsirli yal var. Çünki axırdakı xəbərə baxsaq sevirəm, nəyi sevirəm, yəni o təsirli feil olur. Ona görə də orada həm biri, həm də ikinci sual variantı götürmək lazımdır ki, vətənimi deyəndə mənim vətənimi sevirəm mənası çıxır. Ona görə cavab D variantı olacaq. Hansı cümlələrdə mənsubiyyət şəklisi qəbul etmiş 2 dənə söz işlənmişdir deyir. 24-də isə deməli biri götürək, Vaqifin qardaşı, bu buradakı I mənsubiyyət şəklisidir, kitabı. Deməli bir dənə mənsubiyyət şəklisi var. I təsirli, amma təsirli istəmir. Burada 2 dənə mənsubiyyət var, onu gördük. Buradakı I isə yerli şah şəklisidir. Buna biri götürək. Ondan sonra bir də 3-ü götürək. Vaqifin qardaşı, buradakı qardaşı bizim fəxrimizdir. Bizim fəxrimiz. Vaqifin qardaşı bizim fəxrimizdir. Bir növ qabağına yerik alır bir söz artırmaq lazımdır ki, onları biz fərqləndirək. Ona görə cavab 1-3 götürəcək cavab C variantı. Ondan sonra 25-ci sual birində birinci şəxsin mənsubiyyət şəklisi həm həm də M kimi düşünülə bilər. Deməli, mənsubiyyət şəklisi həm kimi düşünülə bilər, həm də ki M kimi düşünülə bilər. Deməli, burada isə cavab A variantıdır. Səbəbi isə yazı bir yaz kimi düşünülə bilər. Fəsil olaraq yaz. Yazım. Yəni mənim yazım, yaz fəslim. Mənim yazım yaxşı keçdidirsə, mənim yazım, yəni yaz fəslim demək mənasında. Yəni yazım. Bir dənə də isə biz burada götürsək, deməli götürəcəyik yazı sözünü. Yazı sözü məsələn mənim yazım. Oradakı yazı sözü isə bir dəfə də belə götürəcəyik. Buradakı yazı sözü isə xətt mənası. Yəni Ruska ilə yazında çıxan mənim yazım çox yaxşıdır. Burada isə M-ni götürəcək. Çünki olaraq qoymayacaq. Çünki yazının özündə axırı saitlə bitdiyinə görə o M-ya çevriləcək. Ona görə 25-də A variantı olacaq. Bu da 1-dən 25-ə kimi mənsubiyyətə görə dəyişməsinin izahı.